Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izləyicilərimiz. Abşeron rayonu Məhəmmədli qəsəbəsindəyik. Magistral yoldan 50 metr məsafədə həm evin, həm də torpağın kupçası olan belə bir gözəl hündür evimiz satışa çıxıb. Ümumilikdə 2 sot yarım torpaq sahəsindədir. Yerdən 13 daş kürsüdə tikilib. Sənət evin də torpağında kupçasıdır. İpotekaya da yararlıdır. Eğer ki bank sizə dövlət ipotekası ayırırsa, buyurub yaxınlaşıb evimizi istər nəqd, istərsə də bank yoluyla əldə edə bilərsiniz. 2 sot yarımda yerdən 13 daş kürsüdədir. Həyətdə bir gözəl besidqası da var. Evin həyəti tamit daşlarından döşənilib, kənar hissələrdən boş torpaq sahəsi də saxlanılıb. Evin padval hissəsini sizə göstərmək istəyirəm. Evin alt hissəsinə əyilmədən rahat şəkildə keçid mümkündür. İstəsəniz gələcəkdə alt hissəsini də təmir edib otaq kimi istifadə edə bilərsiniz. Padvaldan da evin alt hissəsinə, bütün otaqların altına keçid var. Padvala ehtiyat üçün su çəni də qoyulub. Qaz, su, işıq, heç bir problemi yoxdur. Daimi fasiləsizdir, sayğaçlarının da hamısı qoyulub. Digər tərəfdən də sizə padvalı göstərim. 4 otaqda 120 kvadrat evin ümumi sahəsidir. Məhəlləsi asfaltdır, yoldan da 50 metr məsafədir. 217 nömrəli marşrutda evin tam qarşısından, yaxınlığından keçir. Evin hər bir tərəfi yaşayış sahəsidir. Heç bir göl, su yoxdur evin yaxınlığında. İndi kameranı çevirib sizə evləri də göstərəcəm. Çardağa da giriş var. Baxın, hamısı evlərdir. Evin altı beton, üstü kəmər. 4 bir tərəfi qoşadaşdan tikilib. Tikintisi zamanı da əmin olun ki, ən yüksək keyfiyyətli materiallar seçilib. Kombi sistemi çəkilib. Polları laminatdır. Bura mətbəxdir. Dəhliz sistemlidir. Otaqların hündürlüyünü yəqin özünüz də videodan görürsünüz. Bura qonaq otağıdır. Bura uşaqlar üçün nəzərdə tutulmuş yataq otağı, hər bir divarı qoşadaş. Evin qiyməti isə 110 min manatla satışa çıxıb. Təbii ki, real alıcılara endirim də mümkündür. Burada saniter qovşaqda duş kabinəyə qədər də hamısı yığılıb. Və gördüyünüz bu hissədə kafenin arxa hissəsində gizli şkurka da yığılıb. Burada növbəti bir yataq otağı. Değerli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Göz haqqınızı halal edin. Əlavədən nə sualınız olsa buyurub zəng edə bilərsiniz.